Mən hərdən eşidirəm ki, dostlar ev tikir, amma axırda ustalar deyir ki, materiala çox pul çıxdı. Bəs bu ev yiyəsi nətər nəzarət eləsin ustalara ki, əlavə pul almasınlar? Demək istəyirsiniz ki, büdcəni necə düzgün müəyyənləşdirək, tikinti tamamlanana kimi düzgün də idarə eləyək. Fərdi ev tikintisində və yaxud mənzil təmirində hər bir kəs əvvəlcədən büdcə müəyyənləşdirir. Büdcə adətən ilin sonunda müəyyənləşdirilməyi tamamilə ona qarşıyam mən. Çünki il başlayanda məsəl üçün müəyyən materiallar və sair dəyişiklik ola bilər qiymətində. Bir də adətən yaz aylarında temperatur yüksələndə Azərbaycanda tikinti işləri daha çox fürsət alır və yay aylarına kimi, payıza kimi davam edir. Payızda isə qış aylarında dayanır deyinə. Mövsümi olaraq bazarda fəsillərə uyğun da tikinti materiallarının qiyməti həm yüksəlir, həm də azalır. Ancaq bu belə deyək, bir büdcəni ziyana aparacaq qədər deyil. Az miqdar taxtanın 1 kub metri yaz aylarında 350 manat olursa, qış aylarında 330 manata düşür. Yəni 20 manat bir kub metrində fərq yaranır və bu da çox böyük bir büdcəni ziyan aparacaq bir risk deyil. Amma və lakin istənilən halda həm ev təmir eləyəndə, həm mənzil təmir eləyəndə və yaxud yeni ev tikəndə bu büdcələri düzgün smetası hesablanmalıdır. Yəni büdcə müəyyənləşməlidir. Evi kim təmir eləyəcəksə, hansı şirkət olsun, istər usta briqadası olsun, onlardan ən azı minimal bir smeta istənməlidir ki, onlar yazılı işçiliyində, materialında yazıb verməlidir ki, sonda hər hansı bir büdcədə fərq yaranmasın. Ay pul çatmadı, ay pul çox çıxdı və s. Yəni ona görə peşəkarların xidmətlərindən yararlansalar daha yaxşıdır. Hər hansı bir işə başlamamışdan əvvəl bazar araşdırması eləsinlər. Bir neçə bu sahədə fəaliyyət göstərən firma olsun, usta briqadalar olsun, qruplar olsun, onlarla danışsınlar, qiymət analizi eləsinlər. Ondan sonra büdcələrini nəzərdən keçirib, istərindən bir peşəkarı seçib ondan xidməti almağa davam eləsinlər. Qaraqoyunlu İnşaat. İşinizi peşəkarlara həvalə edin. Ev təmiri və sıfırdan tikintisi ilə bağlı qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz.